forması qoymuşlar. Hətta ermənilər öldürtdürmək istədilər. O vaxt bizim tarixçilər də bəzi düşmüşlər ki, xalqlar arası münasibəti pozulur, nə bilim. Bilirsiniz nə deyib axır da? Deyirlər, sözünü deyinə, nə deyib demək. Deyir, mən bilməmişəm ki, Andranik'in bu boyda burada qopumları var. Salam əziz izləyicilər, bizimkilər proqramında xoş gördük. Bugün ənənəvi şəkildə deyil, bir başqa sayaq söhbət açacağıq. Bugün haqqında söhbət açacağımız şəxs həyatda yoxdur, amma onun necə deyirlər, yeri görünür. Bu günlərdə onun həm doğum gününə təsadüf edir, həm rəhmətə gedən gündə söhbət görkəmli musiqi tədqiqatçısı, Qarabağ həsrəti ilə, Şuşa diskili ilə bu dünyadan köçən Firidun Şuşinskidən gedir. İkinci Qarabağ müharibəsinin il dönümü günlərində, eyni zamanda rəhmətli Firidun müəllimin doğum və anım günləri ərəfəsində biz bu söhbətə ehtiyac duyduq. Onu birgə xatırlayacağıq, oğlu yeganə yadigarı Məhəmməd müəllimlə. Firidun müəllimlə söhbətimiz inanıram ki, hamımızın xoşuna gələcək. Aramda səhv olacaq, bizimlə qalın. Salam, xoş gördük Məhəmməd müəllim. Xoş gördük olsun. Demək, bugün biz Firidun müəllimi xatırlayacağıq sizinlə birgə. Ayın 20-si rəhmətliyin doğum günüdür. 5 gün sonra oktyabrın 25-i dünyadan köçən günüdür. 1925-ci ildə dünyaya göz açıb Şuşada. 97-ci ildə Şuşasız 5 il yaşayandan sonra oktyabrın 25-ində dünyaya vida deyil. Atanızdır, təbii ki, doğma bir insandır. Siz ailənin yeganə evladısınız. Necə gördün bugün Firidun müəllimin yeri? Yəni, həm ata kimi, həm bir musiqi tədqiqatçısı, tarixçi, Azərbaycan tarixində, musiqi şünaslığında yeri olan bir insan kimi. Təbii bir ata kimi bir dağdır, dağıtırdık. Digər tərəfdən də əlbəttə bir oğul kimi aydındır. Həmişə adam nikbin olur, həmişə dəbə salır. Amma bu son bir il biz hamımız şah xəbəri alıb bizim ordu Qarabağ azad edib, o cümlənin Qarabağ paytaxtını Şuşanı azad edib. Çox düzgün də cənab prezident də qeyd edib ki, Dağlıq Qarabağ adlı bir ərazi yoxdur. Var Qarabağ. Qarabağ azad olunub, Qarabağın paytaxtı azad olunub, çox biz gözləyirdik bunu. Bizim ordumuz, Ali Başkomandanla birgə, yəni böyük bir qəhrəmanlıq sücayət göstərərək əvvəl-axırı Qarabağı azad elədi və onun əsas paytaxtı Şuşa. Siz bilirsiniz ki, məsələn, mənim atamın bütün belə deyək, fəaliyyəti Şuşa ilə bağlı olub, yəni bir hissəsi musiqi tariximizə, Azərbaycan musiqisi tarixini sərf eləsə də yazılarda, amma əksər Qarabağla bağlı olub. Yəni, ilk öncə Qarabağın tarixi ilə başlayıb, universitetdə oxuyarkən deməli, Səməd Vurğunun rəhbərliyi altında tövsiyəsi ilə Vaqif barədə bir əsər yazmışdı. Hətta Səməd Vurğun da o əsərə çox xoşuna gəlmişdi. Ondan sonra balaca bir monoqrafiya yazmışdı Şuşa barədə və nəhayət 68-ci ildə Şuşa ilə bağlı rus dilində bir böyük kitab çıxartmışdı. Həmin kitab indi o vaxt bir neçə kitabı kimi qalmaqala səbəb olmuşdu. Yəni, o həmin kitabda məğrur Daşnak Andranik'in Qarabağ zonasında, sonra Qərbi Azərbaycanda törətdiyi vəhşiliklər barədə qeyd etmişdi və ən əsas o bir cümlə də orada qeyd etmişdi ki, Qarabağın Azərbaycandan elə bir ayrılması genə də davam edir. Səylər genə də davam edir. Rusiyan попытки отторгнуть Qarabağ от Azərbaycan da spor продолжается. Yəni, belə bir söz işlənmişdir. Bu söz təbii ki, Sovet vaxtında çox böyük əksəriyə səbəb oldu. Ermənistan Respublikası, o cümlədən də Anastas Mikoyan, hansı ki, Moskvada.
Yüksək vəzifə. Bütün yüksək vəzifədə bütün hər şey elədilər ki, məsələn, bu kitabı yığışdırsınlar. Başladılar təklif verməyə ki, o sözləri yığışdır, erməni xalqından üzr istə ki, səhv eləmişəm. Biz kitabı böyük bir şəkildə Ermənistanda da çap edəyək. Yəni, həmin kitaba da dövlət premiyasına təqdim edəyək. Əlbəttə, atam hamısını rədd elədi, o təklifləri. Sonra da Anastas Mikroyan da çağırdı, o təklifləri özü səsləndirdi Moskvada. Atam təbii ki, hamısını rədd elədi və o kitab qaldı. O vaxtda bizdə də təsvirlər olsun ki, bizdə də müəyyən tarixçilər atamın üstünə düşmüşdülər, müzakirələrə səbəb olmuşdu ki, iki xalqın arası vurur, nə bilim, belə elə. O vaxtda Heydər Əliyev məsələyə müdaxilə eləmişdi və son qoymuşdu bu məsələyə. Yenə də, belə deyək, atam bütün yaradıcılıq dövründə daimi olaraq Şuşaya səfərlər etmiş. Yenə də, bax, orada Şuşada müəyyən evlərin, məsəl üçün, sökülməsi ilə, belə yolların sökülməsi ilə, yəni nəyləsə bağlı daimi mətbuatda səsləndirirdi öz fikirləri. Hətta mənim yadımdadır, hətta belə gedirdi, kirpiyə kimi çatırdı, kirpidə pamflet şəklində çıxırdı. O vəziyyətə çatmışdı ki, Boris Gyorkov keçmiş o yadındadır, yəni Şuşada Gövhər Ağa məscid kimi fəaliyyət göstərmirdi. Şuşa muzeyi kimi fəaliyyət göstərirdi, onun kitabları da orada var idi. Yəni, bu bir neçə yazından sonra Gyorkov göstəriş vermişdi ki, o kitablar oradan yığışdırılsın, yığışdırmışlar, hətta belə göstəriş vermişdi ki, Firidun Şuşinski əskərəndən o yana buraxılmasın. İndi təbii ki, bizim o vaxt milisçilər ona yol vermədilər, atam gedirdi də, sərbəstə gəlirdi, fəaliyyətində davam edirdi. Yəni, söhbət nədən gedir? Söhbət gedir ondan ki, bugünkü gün çox gözəl Şuşa indi yarıcan vəziyyətdə də olsa bizdədir. Müharibə gedib, döyüşlər gedib, müəyyən evlər, o cümlədən bizim evimizdə orada dədə-baba yurdu, belə deyək, 2 dənə divar qalıb, heç nə yoxdur. O vaxt hələ 90-cı ildən müharibədən qalan şeylərdir, yəni ki, o vaxtda atırdılar, bilirsiniz. Yəni, 50-ci illərdə atam danışırdı ki, 50-ci illə qədər Şuşada hansısa bəyin evində, deməli, Məhəmməd Şah Qacarın qanı divarın üstündə qalmışdı. 50-ci ildə götürüb, deyir, onu götürüb ona boya vururlar və örtürlər. İndi siz təsəvvür edin ki, nə dərəcədə bu bir tarixi bir fakt idi. Yəni, yatdığı yerdə onun başını kəsmişdilər. O qan da səpələmişdi elə bir bütün divara. 50-ci illərə qədər o otağı saxlayırdılar. Sonra 50-ci illərdə götürüb, indi kimsə göstəriş verir, götürüb boya çəkmişdilər. Ona görə də bu Şuşanın hər bir daşı, Şuşanın hər bir evi, Şuşanın hər bir məhəlləsi bir tarixi bir hadisə ilə bağlıdır. Şuşada indi təəssüf olsun ki, məsəl üçün belə deyək də, bir çox adam indi Şuşadan da yazır, indi Şuşada da çıxış edirlər, daimi olaraq 3 nəfərin adını çəkirlər. Üzeyir bəy, Xurşudbanın Atalan, bir də Bülbül. Axı Şuşa bu 3 adamdan ahətə olunmur. Düzdür, onlar böyük sənətkarlardır. Həqiqətən də Şuşada böyümüş, sonra da böyük dünya milyası sənətkarlardır. Həm də Xurşudbanın Atalan, amma Şuşada o qədər bizim maarifləndirici alimlər, sözünüzü bana kesim, alimlər, maarifçilər, sərkərdələr. Yusif Vəzir Çəmənzəmənli. Tək musiqi şüşələr çıxmıyor bax oradan. Bəli, Yusif Vəzir Çəmənzəmənli götürək. Yusif Vəzir Çəmənzəmənli Azərbaycan ədəbiyyatının klasiki. Firidun bəy Köçərli. Əhməd bəy Ağoğlu. Əhməd bəy Ağoğlu. Abdurrahim bəy, Nəcəf bəy Vəzirov. Mehmandarovlar. Mehmandarovlar, Nəvvab. Nəvvab, Mirmövsüm Nəvvab. Bilirsiniz, o vaxtı, indi bizim o pis qonşular deyirlər ki, biz gəlin çıxartın ortaya sizin kimiz, nəyiniz var? Sadıqcan, Cəbbar Qaryazoğlu. Cəbbar hələ biz onlara dəymir. Yəni ki,
Şura tək o üç adamla mənə elə gəlir ki, gələcəyə bu məsələlər də aydınlıq gətirəcək. Yəni onların da evləri var, onların da yaşadıkları mülkləri, orada müəyyən hadisələr də gedib baş verib. Ona görə də bax, bütün bunları atam çalışıb öz kitablarında göstərsin. O vaxt həm də verilişdə aparırdı, həmin verilişdə kitablarında da o qədər yox, həmin verilişdə o vaxt Qarabağın etnoqrafiyasına aid məsəl üçün Qarabağın toy məclisləri, ümumiyyətlə cəmaatın belə ənənəvi, məişəti, bəli, hamısı qeyd olunurdu və çox böyük, o vaxt üçün böyük rol oynayırdı. Bir üstünə görə o vaxt yenə də bu beynəlçilik var idi, yenə də hələ o, belə deyək də, ermənilər öz işlərin, güclərin görürdülər, dayanmırdılar, yenə də, nə bilim, o Şuşa ilə bağlı yaralı yerdirlər, Şuşa yaralı yerdir, amma bilirsiniz də, tarixdən Şuşada bir neçə dəfə ermənilər qırğınlar törədi. Qırğınlar törədi, 5-ci ildir, sonra 18-ci ildir. Yəni, bunları hamısını nəzərə alaraq, atam həmişə deyir ki, biz ayıq olmalıyıq, biz həmişə ayıq olmalıyıq, amma təəssüflər olsun ki, 90-cı illərdə biz Şuşanı itirdik. Şuşanı itirdik, çox pis təsir elədi. Ondan sonra bu, belə deyək də, amansız xəstəlik, bir neçə də, nə bilim, infarkt ora gətirdilər, belə şeyə çıxartdı, dünyasını dəyişdi. Amma indi şükür Allah, Şuşanı biz qaytarmış və siz də təbrik edir. Bir neçə gündən sonra bir bayramdır. Şuşanı qeyd edəcəyik. Allah şəhidlərə də rəhmət versin. Təbii ki, belə deyək, çox böyük sücayət göstərdilər və Şuşanı bizə qaytardılar. Təəssüf ki, Fürdun müəllim görmədi. Bəli, əlbəttə təəssüf olsun ki, görməyib. Və nəinki Şuşanın işğaldan azad olmağını, hətta bayaq toxunduğumuz Şuşa kitabı, o kitab ki, sonradan onu Azərbaycan dilində yeni əlavələrlə təkmilləşdirib hazırlamışdı nəşrlər, amma sağlığında heç o qismət olmadı. Rəhmətə gedəndən bir il sonra da kitab işimizi gördük. 98-ci il idi, 98-ci ildə çap elədik, çıxdı oxuculara da təqdim elədik. Kifayət qədər maraqlı kitabdır, o kitabda məndə də var doğrusu və açıq, xeyli məlumatlarla zəngindir. Özü də rəhmətliyin həmişə özünün o şuarı çevrilmiş sözünə söykənib deyirəm ki, demək olar orada yazdıqlarının hamısı arxiv məlumatlarına filan əsaslanır. Yəni ki, heç birisi ağızdan ağıza gəlib çatan şeylər deyil. Əsaslandırılıb yazılır. Təəssüflər olsun ki, bilirsiniz, bizdə də müəyyən adamlar sual altına alır ki, Fürdun Şuşinski nə yazıb. Məsəl üçün, o biri tərəfdən ermənilər də internetdə onun adını qoyublar, orijinal istorik, yəni yalançı istorik. Amma siz baxarsınız, atamın o vaxtki kitablarına baxarsınız, hər yerdə snoska var. Yəni, hər yerdə hansı ədəbiyyat istifadə olunub, atam həm tarixçi idi, həm arxivist idi. 40 il bu adam arxivlərdə işləyib, yəni ki, həm paralel Şuşa ilə bağlı, həm paralel musiqi, ifaçılıq sənəti ilə bağlı. Özdə yalnız Azərbaycanda yox, Tiflisdə, Moskvada, Kiyevdə. İndi onu irad tutan adamlar, görəsən hansı arxivdə işləyirlər, hamısı internet vasitəsilə, internet də bilirsiniz ki, düz deyil, müəyyən informasiya verir, amma yarımçıq informasiyadır, belə deyil. Yəni, dəqiqləşməmiş şeylər çoxdur. Çoxdur, sonra irad tuturlar, Fürdun Şuşinski belə yazıb, əslində belə deyil. Gedin, arxivlərdə işləyin, tapın, çıxardın. Daha yaxşı olar, təkmilləşdirin, amma təhqir eləməyin. Təəssüflər olsun ki, bəziləri təhqirə keçirlər. Azərbaycan xalqına yaraşmayan sözlər, nə bilim, şeylər yazırlar. İndi o da onların öz mədəniyyətini göstərir. Təbii ki. Amma kim nə deyir? Gedin, axtarın, tapın, gətirin, çıxardın. Bir şey ki, təkmilləşdirmə gedirsə, lap yaxşı təkmilləşsin. Daha da yaxşı olsun. Kim nə deyir? Yəni, Fürdun Şuşinski Azərbaycan xalqının ifaçılıq sənətini mənimsəməyib ki. İlk addımlarını atıb demək var ki. Bəlkə sabah belə bir insan çıxacaq, belə bir tarixçi çıxacaq, belə bir jurnalist çıxacaq, gedib haqqansı nəysə elə bir, ondan da qəşəng
işlər tapacaq, yazacaq. Bu olsun, bu bizim millətimizdir. Bizim millətimizin xeyrinədir. Özdə maraqlıdır ki, görünür onun tarixçi olmağından irəli gəlirdi. O çalışıb belə, necə deyir, çox həssas yanaşsın. Yəni, tarixilik baxımdan heç bir şeydə... Peşəkar tarixçi idi. Yəni, orada belə deyək də, malalamağa, yalandan bəzi şeyləri kəsib doğramağa yol verməsin. Nə var olduğu kimi. Tarix fakültəsini əla ilə bitirmişdi, qızılı diplomdan. Peşəkar tarixçi idi. Onu gətirirəm ki, o siz deyirsiniz, mübahisələrə səbəb olan şeylər var idi. Məsələn, axı bilirsiniz ki, o dövrdə, yəni bu tanınmaz şeydir də, Sovet dövründə, uzun illər erməni millətinə mənsub insanlarla instrumentalçılar var idi, alətləri də çalan, xüsusən kamançada çalan ifaçıları var idi. Və bu da bizim xanəndələrimizin, tarzənlərimizin yanında onlarla fakt var, onlarla çəkilişlər, sənətlər buna, necə deyərlər, şahiddir ki, onun yanında erməni ifaçı şahid. Firdovlar bunu gizlədə bilməz. Gramofon vallarında da var, şəkillərdə var, videolarda var. İdi bunun hamısını Firdov müəllim necə deyərlər? Axı kəsib doğruyub gizlədə bilməz. Şəkilləri də var bir yerdə, gramofon valları. O vaxt atam minlərlə şahidlə danışıb ki, məsəl üçün Ağcabədidə Hind Arxı kəndində filan toy olub, Seyid gəlib toyda, Seyidin yanında kimlər gəlib, məsəl üçün. İndi kitablarda mənim dəqiq yadımdadır, kitablarda hamısı qeyd olunub, məsəl üçün, filan bəy 7 gün toy edib Qarabağda, filan kəslər iştirak edib. İndi nətər çıxardasın, şəkillər var, nə bilim, nələr var, hamısı. İndi həm də Sovet dövrü idi, qeyd etməmiş mümkün deyildi, olmazdı. Siz bilirsiniz ki, senzura var idi, hamısı kullanılırdı. Yox, üstəlik Azərbaycan televiziyasında onlarla belə lentlər var ki, Nefton Qırqaryan bizim xanəndələrlə, tarzənlərlə bir yerdə çıxış edir. Mən sizə də artıq deyim ki, o illər 70-ci, 80-ci illərdə və 60-80-ci illərdə Nefton Qırqaryansız bir dənə də elə bir dövlət konserti yoxdur. Dövlət konserti də yoxdur. İndi biz bu tarixidir də, indi keçmişin tarixi. Biz neyini, onu hansı, nə bilim, indi o lentləri kəsək çıxarlar, o da mümkündür. Bu kamança ilə bağlı danışanda bir şey xüsusi toxunmaq lazım gəlir ki, bax, ermənilər sanki bu aləti özünküləşdirmişdi. Habilin cavan vaxtı üzə çıxmağı ilə, əksinə onun ilk təbliğatçısı, müdafiəçisi və Habili yaxşı mənada bir balacada arxada ayaq dayanıb yüksəyə qaldıran rəhmətli ilə Firdov müəllim olmuş. Bəli, nəsə o məsələlərə indi pis reaksiya verirlər, amma mən belə deyim ki, qısa elə sizə o sualınıza cavab verim. O vaxtın mətbuatın, o vaxtın radio verilişlərin, o vaxtın məktublaşmalar da durur. Orada hamısı öz əksini tapır. Atam da bir yazıda da yazır ki, mən ümumiyyətlə kamançanı erməninin əlindən almaq istəmişəm. Yəni, istəmişəm ki, kamança sırf Azərbaycanlı tərəfindən ifa olunsun, populyarlaşsın və populyar bir insan, ifaçı, belə deyək, kalifi özü ilə, axı şagirdlər də ətrafında toplayır, şagird də aparır özü ilə. Yəni, bu ona səbəb təkan olur da. Bizim nə qədər sənətkarımız vardı, siz məsələn bilirsiniz də, Seyid düşünürsünüz ki, o boyda şagirdlər yetişdirdi, Seyidin şagirdləri, özləri şagird sonra yetişdirdilər, məktəb. Bu tanınmaz bir şeydir. Siz bilirsiniz ki, o vaxt bizim evdə atam xeyli bir toplanmışdı, materiallar, arxiv sənətləri. Hətta bir otağı da belə bir deyək, muzey kimi eləmişdi. Mən şəxsən onu görmüşəm. Verilişlərlə gedirdi oradan, ifaçılıq sənəti, 5 il o veriliş getdi. O vaxtları ümumiyyətlə Türkiyədən, Rusiyadan böyük bir xadimlər gələndə elə hamı çalışırdı bizim evə gəlsin ki, və onu baxsın, toxunsun, eləsin. Təəssüflər olsun ki, zaman keçəndən sonra biz onu yığışdırdıq. Mən biraz bundan bir neçə il əvvəl müraciət eləmişəm, bir neçə dəfə müraciət eləmişəm və təklif səsləndirmişəm ki, yəni məndə o hər şey durur. İndi təklif də irəli sürmüşəm ki,
Məsəl üçün, İçəri şəhərdə heç olmasa 40-50 kvadrat metrik bir otaq olsa, yəni o şeyləri mən ora yığardım, verərdim. Məsələn, ifaçılıq sənətini bir balaca bir muzeyi kimi yaratdım. Niyə görə İçəri şəhərdə turistlərin potopu çoxdur? Məsəl üçün, fərz edin ki, 2 günlük, 3 günlük turist gəlir. O bütün muzeyləri gəzməyəcək. İlk növbədə o gedir İçəri şəhərə və İçəri şəhərdə gəzir. Özü o dediyiniz Xudmaniye kifayət. Mən, siz gəlməmişdən əvvəl mən bir-iki şey götürmüşəm. Məsələn, sizə göstərim. Bax, siz təsəvvür edin ki, görün, Cabbarın 11-ci ildə afişadır, Cabbarın konsertinin afişası. Bax, bu orijinaldır, görürsünüz. Bu Cabbar Qaryanın ailəsi. Bu da bax, orijinal foto. Bu maestro məsəl üçün Niyazinin, nənəsinin şəklidir. Yanındakı da yoludur. Bu da atasıdır Zülfikar Həbibov. Bu çox nadir şəkildir, bunu da göstərim sizə. Şuşada Mehmandarov Kərim bəy və ailəsi tələbələri ilə bir yerdə məclis keçirdilər. Artıq görün, nətər nadir bir şəkildir. Bu Qaryağlıoğlu Cabbarın 38-ci ildə çap olunmuş kitabıdır. Baxın, Mir Mövsüm Nəvabın, görürsünüz, Mir Mövsüm Nəvab Şuşinski. Mir Mövsüm Nəvabın kitabıdır, musiqi barədə. Bu da orijinaldır. Yəni, burada hələ mən bir balaca bir hissəsini göstərdim sizə. Siz bilirsiniz ki, atam çoxlu bir arxivdən başqa plastinkalar da toplayır. Sizdə mən biləm, onlarla bir plastinka. Hə, qədim plastinkalar var. Demək olar ki, ötən əsrin əvvəlində. Ötən əsrin əvvəlində. Bax, məsəl üçün sizə bir maraqlı bir şey göstərir. Bax, Rusiyanın, Çar Rusiyasının 500 manat pulu. Bax, 500 manat. 500 rubl, daha doğrusu deyim. İndi nəyə görə mən onu sizə göstərirəm? Çox izləyicilərə də, tamaşaçılara da çox maraqlı olar. Çox maraqlı olar. Bax, bu 500 manat hardan? Bax, bu dəqiq biz baxsaq, burada 2 dənə balaca iynə deşiyi var, həmin bu pulun üstündə. Deməli, bu pul hardandır? Bir gün Bakı milyonerləri Seyid Şuşinskini çağırırlar, dəvət edirlər, kimisə ad günü idi. Dəvət edirlər Bakıya. Seyid Şuşinski Tiflisdə yaşayır. Deməli, gəlib oxuyanda, balaca bir yığıncaqda konsert verəndə çox isti olur, hava çox isti olur. Ondan qabaq Seyidə yaxınlaşırlar, deyirlər ki, ağa, bəs sizin qanarar nə qədər olacaq? Bu, təbii, Seyidə elə söz demək olmazdı, istənirdi, çox imkanlı adamdı. Seyid deyib ki, mən heç nə, mən gəlmişəm. Oturub fikirləşirlər ki, niyə, nara. Götürüb həmin vaxt, o vaxt üçün çox böyük pul idi da bu. Elə deyil, misilsiz bir pul idi da bu. Götürüb həmin vaxt bu pullardan şlyapa düzəldirlər, iynələrlə. Bax, burada görünür ya, iynənin yerləri. Götürüb şlyapa düzəldirlər 500-dən və gətirib Seyidin başına qoyurlar ki, ağa, bəs istidir, gün vurur sizi. Belə bir padarka verirlər. Həmin bax o şlyapanın bir dənə 500 rublu qalıb bir yadigar. Yəni təəssüflər olsun ki, indi müraciət olmağına baxmayaraq həmin məsələ elə də qalır. Bütün bax bu şeylər də yer məsələsini deyirsiniz, də? Hə, mənim təklifim. O da bütün bax bu şeylər çox. Mən bilirəm ki, digər variant da olub, onu hansısa muzeyə vermək. Bəli, sonra dedilər ki, Musiqi Mədəniyyət Muzeyinə verək. Amma yenə də mən öz fikrimdə qalıram. Biz Musiqi Mədəniyyət Muzeyində tutalım verdik.
Amma orada Yəni o öz auditoriyasını tapmayacaq da. bəli, elə kütlə yoxdur axı. Orada yenə dediyim kimi turistlər gəlir, elə o qədər kütlə yoxdur ki. Amma biz bunu eləsək, həmin Azərbaycana, Bakıya gələn turistlər bir mənalı Azərbaycanın muğamı ilə, ifaçılıq sənəti ilə bir mənalı. Və siz doğru yanaşırsınız. Çünki biri var saxlanır, dövlət qeydiyyatına alır, qorunur, saxlanır. Bir də var o daim tamaşaçı qarşısına çıxarılır. O da bizim muzeylərin əksəriyyətini dediyiniz kimi gediş-gəliş məsələsi biraz ürəkaçan deyil. Amma içəri şəhər çox axar-baxarlı yerdir və daim də turistlərin oylağı olan bir yerdir. Ona görə orada belə deyək, daha çox bu baxış toplayar, daha böyük auditoriya qarşısında nümayiş etdirirlər. Nəinki muzeydə, arxivdə olsun. Əlbəttə, muğam adı bilirsiniz də, UNESCO-da... Həm də buradakı məsələ, bu artıq Firidun müəllimə məxsusluqdan çıxıb, yəni o sərhədləri aşıb, bu Qarabağı, Şuşanı, Azərbaycanı, muğam dünyasını ifadə edən bir eksponatlardır. Ona görə də gərək... Yəni beşikdir də, bu həmin atam işləyib son 200 illik yazıb, ondan qabaq nə olub bizdə hələ saxlanılmayıb, yoxdur. Bəlkə düzlüyündə atam ərəb dilini bilməyib, bəlkə ərəb istosçularında nəsə, hamısı, genə deyirəm, kimsə işləyəcək, nəsə bir tapacaq. Yəni ki, ola bilməz ki, muğamla bağlı işləyəm, muğam çox qədimdir. Amma sadəcə olaraq Sovet dönəmində bütün nə imkan var idi, istifadə edildi. Burada mən bir məsələyə də toxunum ki, Məhəmməd müəllim, deməli, bu yaşlı nəsil, peşəkar musiqişünasların içində mən sizə deyim, bir qismi haqq üçünə, şəxsən mənim özümün söhbət elədiyim şəxslərin dilindən işlədiklərini deyirəm də, Firidun müəllimin əməyini çox yüksək qiymətləndirir. Nəyə görə? O bəzi adamlar ki, onu bir balaca əməyini aşağı vurub demək istəyirlər ki, o peşəkar deyildi, sırf musiqişünas deyildi. Əksinə, onlar nəyi xüsusi qabardırlar? Deyir, axı Firidun müəllimə qədər heç kim muğamın, Qarabağ musiqisinin, Türk Azərbaycan muğamının tarixini yazmamışdı. Baxmayaraq ki, Üzeyir bəy dövründən başlamışdı musiqişünas kadrları hazırlanmağa. Amma onlar daha çox klassik musiqiyə fikir verirdilər, Avropa musiqisinə fikir verirdilər, bəstəkarların yaradıcılığından yazırdılar, müdafiə edirdilər. Elə bilin, bu xalq musiqisi və tariximiz sanki elə qalmışdı bir lazımsız, unudulmuş bir şey kimi kənarda, arxa planda. Amma Firidun müəllim elə bil bu şeyin əhəmiyyətini anlattı. Yəni, onun ən böyük xidməti o idi ki, özdə görürsünüz, xüsusi bir ambisiyada olmadan da, iddiada da olmadan, o həmişə deyirdi ki, mən musiqi tarixçisiyəm, tədqiqatçısıyam. O demirdi ki, mən ali təhsilli musiqişünasam filanam, mən bu adamın elə bir söz dediyində də heç vaxt eşitməmişəm. Amma gördüyü işin dəyəri əslində elə o peşəkar musiqişünasların gördüyü işdən yuxarı idi ki, aşağı deyildi. Ona görə də o kim ki bir balaca deyir, kölgə salmaq istəyir, əməyini, nə bilim, yerə vurmaq istəyir, haqsız əslində cəhdlərdir. Çünki tarix onsuz da bu şeyləri saxladı. Böyle yoxdur ki özü, amma biz onun işinin dəyərindən danışırıq. Bax, bu qalmaqallı kitabı açırıq, kitabda nə var? Bax, indi Şura Məclisi, Şamaxı Məclisi, Bakı Məclisi, Gəncə Məclisi, ilk şərq konsertləri, şərq gecələri, Seygah dəstgahı, Mavr dəstgahı, poeziya və musiqi, ilk qramofon lavları, ifaçılıq sənəti, çalgı musiqimiz. Bu, bütün hamısı bu tarixi yazılardır, tarixi əhatə edən. O vaxt bəlkə də yadınızdadır, gitaranın belə dəbə minən vaxtı, atam böyük bir məqalə ilə çıxış elədi. Hamı çalışırdı ki, toylarda, məclislərdə, hər yerdə bir gitara gətirsinlər. O vaxt gitara 70-ci ildə. Belə deyəcək, 70-ci illərdə çox dəbə mindi də o. Hə, çox şeyə mindi. Böyük bir məqalə yazmışdı, tarın sabahını düşünərkən. Həmin məqalə də çox böyük bir təkan vermişdi musiqi məktəblərdə. Tar siniflərdə. Həmin o müşfiqin də tara münasibəti orada da qeyd olunmuşdu. Ümumiyyətlə, tarın Azərbaycan musiqi aləti. Tar çox qədimdir, bilirsiniz, İrandan gəlir. Sonra Sadıqcan onu təkmilləşdirib. Həm də dizdən siniyə qaldırıb. İndi onu da deyim ki, sizə atamın tək tarla yox. O vaxt indi fikir verin ki, nə qədər uzaq görənliyi var idi ki, o vaxt
klarnet qaboy moda Yaxşı düşmüşdü. toxunursunuz. Moda düşmüşdü. Atam da onun əleyhinə idi. Dedi ki, bəs yastı balaban, sonra Barazurna, darazurna, tütək bunlardan istifadə eləmək lazımdır. Yəni artıq klarneti çox vermişdir. Nəticə, bugünkü nəticədə bizim qonşularımız çıxır, deyir, Armiyanski Duduk hər ildə dünyavi simpozium keçirdilər. Dünyavi simpozium keçirdilər ki, Armiyanski Duduk. Yəni artıq onu qaytarmaq üçün biz nə qədərsə səy göstərməliyik. Sonra bir-iki simpozium keçirilmişdi. Bizim bəziləri iştirak edib gəlib yazmışlar ki, ermənilər də öz muğamını gətirmişlər. Onun bir silsilə məqalələri var. O vaxt qəzetlərdəki muğam Azərbaycana məxsus. Muğam, erməni muğamı adlı bir şey yoxdur. Bunu hardan siz çıxartmışsınız? Və mənə elə gəlir ki, həmin o çıxışları da öz bəhrəsini də vermişdi. O Azərbaycan xalq müğənniləri və musiqiçiləri Hə. kitabı o vaxt rus dilində Moskvada çıxmışdı. Moskvadan çıxmışdı, bəli. Bax bu kitabdır, Azərbaycan xalq musiqiçiləri. Burada 85-ci ildə, bu ikinci dəfədir, biri 70 neçədə çıxmışdı. Moskvada bu eserin rəhbərliyinin bildiyimə görə çox maraqlı səbəb olmuşdu. Çox maraqlı səbəb olmuşdu. Hətta o Mədəniyyət naziri çağırmışdı, qəbul etmişdi. Demişdi ki, siz bəs 15 respublikanın arasında yalnız Azərbaycan xalqı belə bir kitab, belə qəşəng hər tərəfli bir kitab və siz Rus xalqına da aid bir şey yazın, belə toplayın. Atam da demişdi ki, mən, yəni ki, Rus ifaçılıqda belə folklor deyə, dedi ki, mən bir dənə balalaysa ilə mən sizə nə yazdım. Yəni ki, belə, onların da xoşuna gəlməmişdi, belə çox bir pis cavab. Biz sizə bir kitab göstərim, bunu da Milli Arxiv köməyi ilə, Mədəniyyət Nazirliyinin köməyi ilə bütün çox möhtəşəm kitabdır. Mədəniyyət Nazirliyi bizim hörmətli Aslan Kənanın təşəbbüsü ilə atamın bütün tarixi ifaçılıq sənəti ilə bağlı bütün yazıları Mədəniyyət Nazirliyi cəmlənib Azərbaycan musiqi xəzinəsi. Çox gözəl. Çox möhtəşəm bir kitabdır. Düzdür, az buraxılır, çox bir az buraxılır və bir dərslik kimi buraxılır, həm də ki muzey variantı kimi də buraxılır, amma çox bir geniş, yəni musiqi, ifaçılıq sənəti ilə bağlı belə kim öyrənirsə, kim bilmək istəyirsə, bu kitab bütün bir neçə kitabdan topludur. 2015-ci ildə də çap olunub, hayır ki, biraz az. Məhdud sayıda. İfaçılıq sənəti dediniz, elə o eyni adlı veriliş yadıma düşdü. 80-ci illərdə bir neçə il Azərbaycan televiziyasında ən baxımlı verilişlərdən biri idi. Özdə o dövrdə orijinallığı ilə, türkçü ruhu ilə, milli ruhu ilə olan bir seçilən veriliş idi. Biz onda yeniyetmə idik, gənc idik. Şəxsən mən çox maraqla baxırdım. 1-2-3 veriliş var idi ki, bizim ana televiziyamızda baxırdıq. Biri də rəhmətliyin geyimindən, keçimindən tutmuş hər şey orijinal idi orada. Qırmızı təsbih biləyində, günaydın salamlaşması ilə və fonda da veriliş başlayanda o papağında, necə deyərlər, rəhmətlik Mütəllimovun ifasında Mirzə Hüseyin Segahın səslənirdi. Çox maraqlı veriliş idi. Özdə sadə el ruhunun dilində, necə deyərlər, sadə, saya şəkildə danışırdı. O biraz bütünlü cümlələrdən uzaq, öz bildiyi kimi. Həm bir söz canlı ensiklopediya idi. Mən bəhs dediyim kimi bütün Qarabağı gəzmişdim. Harada nə toylar var idi, məsələn, böyük bir məclislər var idi, nə baş vermişdi, kim iştirak eləmişdi. Bir də ki, çox vaxtı bilirsiniz, xan Əminə, xan Şurski ilə dostluq edirdilər. Həm uzaqdan uzağa qohum idilər, həm də dostluq edirdilər. Və Qurban Primov, ən əsas Qurban Əminə, Qurban Primov da bilirsiniz ki, 40 il Cabbar Qaryanlı ilə bir yerdə olub. Qurban Primov çox böyük, belə deyək, memuarlar səsləndirmişdi, ümumiyyətlə ifaçılıq sənəti ilə bağlı. Bunların sözü ilə, yəni eşitdiyi sözləri ilə də gedir. Ümumiyyətlə, uşaqlıqda Şuşada atası, mənim babam da imkanlı olub, onun qardaşı daha da imkanlı olub. O vaxt Şuşada
Bayaq sizə göstərdiyim şəkil kimi hər imkan olan ailə məclislər qururdu. Həmin məclisdə Xan Şuşinski, Seyid Şuşinski, Cabbar Qəryaqlı iştirak edirdilər. Böyük bir yığıncaq idi, böyük bir bayram kimi idi də. Uşaqlıqdan bunları görüb, hamısını o vaxtdan da elə sevgi, məhəbbət, ifaçılıq sənəti, Azərbaycan musiqisinə, muğamına oradan yaranmışdı. Özdə uşaq vaxtı o skripkaya gedib. Bəli, uşaq vaxtı bir il skripkaya gedib, Şuşada musiqi məktəbinin skripkaya. Yaxşı səlis tarda çalırdı, sonra pianinoda yaxşı ifa edirdi. Fikrət Əmirov da gələndə bir yerdə də hətta bizim evdə otururdular. Özünün zümzüm eləmək var idi. Elə belə var idi. O da təbii ki, uska qırıq üçün elə çox vaxt yığışırdılar bir yerdə. Bizim evdə çox məclislər keçirdi. Çox böyük məclislər keçirdi. O vaxtdan deyim ki, sizə bütün ifaçılıqla məşğul olan, tar çalanlar, kamança çalanlar, oxuyanlar bizim evdə yığışardı. Hətta şairlər, alimlər. O vaxt səsin neçənci ildə, siz deyirsiniz, mən ona bir şərh vermək istəyirəm, siz deyirsiniz ki, indi nəsə şübhə altına salanlar var, nə bilirlər. O Ziya Bünyadov çıxış eləmişdi, təklif vermişdi ki, akademik, yəni adı versinlər Firidun Şuşinskiyə və bir çıxışında da demişdi ki, siz nə oturmuşsunuz, siz bilirsiniz ki, rəhmətli Ziya müəllim çox kəskin danışırdı. Siz burada oturmuşsunuz, Firidun Şuşinski tək bir, məsəl üçün, akademiyanın bir bölməsi, bir institutun işini tək görüb, niyə vermək istəmirdi? O vaxtda Aslan o təklif sürmüşlər irəli, özü rədd eləmişdi. Demişdi ki, mənə lazım deyil, yəni ki, xalqın sevgisi ilə mənə bəsdir. Sonradan sonraya təklif elədilər xalq artisti. Ondan lap pis istəndi. Dedim, mən artist deyirəm, cəmaat durub mənə baxır, gülər deyir. Hardan araya sonra... Əməkdə Rəzəsənət xanım. O da 89-cu il idi. Onda artıq bu hadisələr başlamışdı. Artıq başlamışdı. Mənim tez-tez cəhbə bölgəsinə gelirdi. Hətta mənim yanımdadır ki, zəng eləyirdi, Müdafiə Nazirliyinə ya harası zəng eləyirdi. Bir söz deyirdi ki, məsəl üçün 18-ci ildə filan kəndin yanında, məsəl üçün, filan yer var, çox strateji yerdir, onun üstündə çox şey olur. Məsəl üçün, o yeri tutmaq lazımdır. Yaxud da Ağdam'a, tez-tez Ağdam'a gelirdi, Tərtərə gelirdi. Yəni, əsas da Ağdam, yəni o istiqamətdə gedən döyüşlərdə indi o döyüşçülərlə də oturub danışırdılar. Bu tarixi öz töhfiyələrini verirdi də, olur, məsəl üçün ki, filan yerdə, filan məsəl üçün çox yaxşı bilirdi. O vaxt Ruslar bir neçə dənə hərbi əməliyyatlar keçirmişdilər 19-cu əsrdə ya 18-ci əsrdə o İran qoşunlara qarşı Qarabağ ərazisində. Yəni o şeylər hamısını bilirdi, hansı kəndin yanında nə döyüş baş vermişdi, nə eləmişdi, nə almışdı. Yəni öz tarixçisi kimi təbii ki, özü də vətən müharibəsi iştirakçısı olmuşdu. Özü də o yaşı çatmaya yaşı çatmaya aparılmışdı. 17 yaşında aparmışlardı. 16 da, hətta 16 yaş. Həməsi də deyirdi ki, mən 18 yaşım olmayan Kursk döyüşündə iştirak eləmişəm və şəxsən Marşal Rakasovski orden vermişdi. Kırmızı bayraq ordeni vermişdi. Orada orden də var idi. Bəli. Medallar var idi. Medallar vardı, orden də var idi. Bəs necə olmuşdu ki, onu elə erkən aparmışdılar da, yəni yaşı çatmadığı bir halda? Orada da bir maraqlı... Çünki o əfsanə belə rəvayətə bənzər bir şey danışılır ki, bir erməninin nəzərinə tuş gəlib. Şuşaya yaxşı bir qar yağmışdı, hamı da bazar başına yığışmışdı. Babam da yaxşı papaq tikdirmişdi. Bu müharibə təzə başlayan vaxtın söhbəti. 41 idi, 42-nin əvvəli ilə.
Babam da yaxşı papaq, gümüşü papaq deyirlər də, belə gümüşü papaq yaxşı bir tikdirmişdi. O vaxt Şuşanın prokurorda erməni idi. Deyib ki, bu kimdir belə bu papaqla? Deyiblər, Məhəmmədin oğlu. Deyir, onu bir çağırın bura. Çağırdı, gəldi. Dedi ki, bəs bu nədir sən belə bahalı papaqla geyinirsən burada? Çıxart papağı, ver mənə. Bu da hazır cavab, həmişə deyib, papaq kişiyə yaraşar. Çönüb gelmişdi. Biraz biabır olmuşdu. Millət üçün də erməni idi. Onun üstündə də sonra bir söhbət getmiş. Axırda çağırıb demişlər, sənə siyahla, sən biraz gedib Xarkovda 3 ay belə artilleristlik top məktəbində keçəndən sonra, kurs keçəndən sonra cəhriyə yürüdü. Oradan da cəhriyə yürüdü. Müharibədən qayıdandan sonra da universitetin Universitetin tarix fakültəsinə daxil oldu. Orada da sakit oxuya bilmədi. Mirzəfər Bağırova məktub yazıb. Məktub yazıb. Evdə də var o məktub. Nəriman Nərimanovla bağlı ki, xahiş edirəm, mənə izah edin ki, Nərimanov niyə belə pis deyirlər? Yəni o vaxt onun soyuq münasibət var. Soyuq münasibət vardı. Xahiş edirəm, birinci katib kimi mənə izah edin. Çağırıb qəbulda olub, bir yarım saat Mirzəfər Bağırovun qəbulunda olub. Və sonra institutdan qovulub, bir müddətdən də sonra bərpa olub. Burada da bir maraqlı bir hadisə var. Çağırıb çox incitmişdilər. Deməli, Mirzəfər Bağırova cinayəti başlayanda xeyli çağırıb incidiblər. Ki, sən də şikayətçi olmalısan ki, sənin institutdan qovulma. Mirzəfər Bağırova səbəbkar olur. Bu da deyir ki, yox. Hətta görün, məsələ nəyə gəlib çatıb ki, babam o Şuşadan Bakıya gəlib. Məsələ belə nətər ağırlaşmışsa, babam da o vaxt Şuşadan Bakıya gəlib. İlk öncə gələn kimi qayda deyib ki, sən onu eləsən, mənim elə oğlum yoxdur. Ondan sonra da üzü tutub bu prokuraturaya, mərkəzi komitəyə ora ki, mənim oğlumdan əl çək. Siz nə istəyirsiniz? Yəni, uşaqdan nə istəyirsiniz? Yəni ki, əməli başda təqid altında qalmışdı. Yəni, o vaxtda bir üstə Mirzəfər Bağırov toplayırlar və haradasa arxivdə var, böyük bir arayışda, haradasa sonra atam tapmışdı, Moskvadan böyük bir arayış tapmışdı ki, hansı iddialar Mirzəfər Bağırova verilmişdi. Orada oxuyursan cürbəcür şeylər vardı, məsəl üçün, filan kəsi güllələtdirmişdi, nə eləmişdi, filan kəsi işdən çıxartmışdı. Hətta xırda belə şeylər də var. Yəni, atam onu təbii ki, getməmişdi, o şeydə yol verməmişdi. O, universitetdən sonra müəllimlik fəaliyyəti ilə məşğul oldu, bir neçə il. Müəllimlik fəaliyyəti ilə məşğul oldu. Ondan sonra o azad demək olar yazıcı oldu, bütün ömrü boyu. Müsaade müəllim də işləmişdi, məktəb müdürü də işləmişdi. Hətta bir semestr universitetdə dərs demişdi. Kiməsə də 2 yazmışdı, dedilər dəyişməyəcək, hətta elə. Sonra mərkəzi komitədə o vaxt belə bir şöbə var idi. Onun nəzdində lektor kimi işə götürülmüşdü və Şuşada çox vaxtı elə mühazirələr qoyuldu. Həm Şuşada, həm Azərbaycanın digər rayonlarında mərkəzi komitənin adından, yəni ki, gedib mühazirələr oxuyur. Bunlar 50-ci illər, 50-ci illərdə 60-cı illərin əvvəlinə kimi. Paralel olaraq artıq başlamışdı. Yəni ki, Şuşanın tarixi, Qarabağın tarixi, sonra da ifaçılıq sənətinin tarixindən Çünki o yerdə qalan vaxtı demək olar sırf azad sənətkar kimi işləyib də. Bəli. Əsasən. Elədir mi? Ömrünün yəni çox hissəsini o heç bir təşkilatda çalışmıyor. Məktəbdən çıxandan sonra, elə bir deyək ki, təhsil sistemindən çıxandan sonra artıq böyle heç arada işləmir. Və ancaq yazdıqları ilə dolanırdı, belə deyək. Bəli, yazdıqlarla Azərbaycan Yazıçılar İttifaqının üzvü, bir də SSR-in Jurnalist İttifaqının üzvüydü. Firidun bəyin ulu babası Türkiyəni söyüdü, qoymaqlıdır, belə qeyd edirlər. O gəlir Tiflisə, Tiflisdə evlənir, 3
Oğlu. 3 oğlu olur. Biri orada qalır, biri Yox, tərəkkəbəli. gəlirlər döyüşə, gəlirlər Şuşada, döyüşdə iştirak edirlər. İran qoşunlarına qarşı döyüşlərdə iştirak edirlər. Qacar dövründə olub bu onda. Onu mən dəqiq bilmirəm, dəqiq yadımda deyil. Ondan sonra biri qayıdır Tiflisə, biri qalır Şuşada, biri də Beyləqana gedir. Hal-hazırda Beyləqanda böyük bir nəsil var. Yəni bizim qonumlarda böyük bir nəsil var. Şuşanın işğalı vaxtı atanız necə qarşıladı, necə keçirdi bu hadisəni? Təbii çox bir tarixçi, hər şey oyuna qoyaq, doğma torpağı kimi, bir tarixçi kimi deyirdi ki, bu boyda İran dövləti Şuşanı ala bilməmiş. Şuşanı ala bilməyib. Heç kəs bu nə bilim, bu ermənilər ala bilməyib. Gəlib gör, iş nə yerə çıxıbsın ki, Şuşa erməni tərəfindən alınır. Əlbəttə, çox qəmgin, çox pis. Yəni ki, gətirib bu, onsuz da bu ağır xəstəliyi var idi, lap daha ağırlaşdırır. Xəstələnmişdi də o vaxtda cənab. Hə, o yəni ki, ürək xəstəsi idi. Daha sonra Şuşadan sonra təzədən infarkt, bir dənə də infarkt, sonra insult, 2 dəfə insult oldu. Yəni sonuncu insult da 97-də nəticəsində vəfat edib. Amma ondan qabaq da bir dənə insult olmuşdu. Ümumiyyətlə bu Qarabağla bağlı başlayan hadisələr, sonra Sovetin dağılmağı, Şuşanın işğalı, bu yeni gələn artıq dəyişəndə ictimai siyasi formasiyalarda da mən elə gəlir, Firdun müəllimin gördüyü işlər sanki elə bir qaldı bir növ arxa planda deyə. Yəqin bütün bunlar hamısı ki üst-üstə düşdü, ona pis təsir elədi. Çünki yox, siz bilirsiniz nətən, arxa o aydındır. Çünki onun fəaliyyətinin bütün hissəsi Sovet dövründə idi də, o artıq gəldi elə bir vaxta çıxdı ki... Yox, məqalələrə çıxırdı, yenə də bu işləyirdi, bir ikinci kitab, xalq musiqiçiləri ilə bağlı ikinci kitabı işləyirdi. Sonra operanın tarixini işləyirdi, yox, evdə işləyirdi. Amma o vaxt siz yadınızdadır ki, bu meydan hadisələri, o iştirak edirdi. Sonra daimi olaraq, məsəl üçün, bunlar 3 nəfər, Xəlil Rıza, Mikayıl Mirzə. Mikayıl Mirzə ilə münasibəti çox yaxşı idi. Rəhmətli Əjdər xan Babayev. O, hətta bilirsiniz, o vaxt Ziya Bünyadov, bunlar hamısı bir düşüncədə olan, bir fikirdə olan insanlar idi. Amma təəssüf ki, vaxtı ilə yazdığı o məqalələrdən ibarət ki, musiqişünasın düşüncələri kitabı, sonra orada həmin o məqalələr demək olar cəmlənmişdi də, hamısı keçmişdə çıxan yazılar. Amma o başqa cür başlandı yozulmağa və pis əks-səda doğurdu. Bir dəstə adam, belə deyək, Firdun müəllimin üstünə haqsız hücumlar elədi. Siz inanırsınız, o kitab yazılıb 95-ci il, düzdür. Bu kitab yığılmış vəziyyətdə bir 3-4 il qalmışdı mətbəədə. Bəli. Sadəcə kitabı kağızın olmadığına görə bu kitab elə yığılıb qalmışdı. Onun əsas fikri var idi, Şuşanı çap eləsin. Ona görə də kağız axtardı, kağız qıtlığı idi. Sadəcə olaraq o vaxt dedilər ki, bu kitab yığılıb qalıb, neçə ildir, 5 ildir yığılıb qalıb bu kitab. Gəlin indi bunun kağızın bir hissəsi buna həsr eləyək belə. Kağızın digər hissəsi sonra Şuşaya həsr eləyək. Bu kitab çıxdı da nəticədə belə qalmalı. Amma belə deyim də, bu kitabda bütün nə yazılıbsa, Respublika mətbuatında bu çap olunub. Müxtəlif vaxtlarda. Müxtəlif vaxtlarda çap olunmuşdu. İndi belə adını çəkməyəcəm. Məsəl üçün 90-cı il deyək də, 71-ci ildə Lankəsin barəsində səsləndiyi fikirlər, məsəl üçün 20 il keçmişdi. Həmin adamın da xətrinə dəymişdi ki, artıq mən kalifeyəm. Elə deyəcəkdim, axı onları bu tənqid olmuşdu da onsuz da. Bəli, tənqid zamanında gördüm hamısı rəhmətliyin artıq biraz o zəifləyən vaxtını, necə deyirlər, sanki... Hamısı da deməzdim, bir qismi, hamısını deməzdim. Elə bir fürsət gözləyirmiş. Məsəl üçün belə tənqidlər də var idi ki, amma məsəl üçün bir çox adam, həqiqi sənətkarlar dedilər ki, məsəl üçün, o Firdun mənim yazıblar öz fikrini. Durub, nəyə görə gedim,
kimsə şikayət. Amma ən qəribəsi odur ki, uzun illərdən sonra, yəni bu rəhmətlikdən sonra demək olar bu söhbət yatdı, tamam səngidi. Ötən il o iyunun 15-də sosial şəbəkədə Yox, o da bu kitabdan qaynaqlanır. Şübhəsiz, amma niyə bu böyük bir fasilədən sonra, bütün bu şeylər necə deyərlər, bu umumküsülər sanki unudulandan sonra kimin yadına düşür, kim buna maraqlıydı? Kimsə yata bilmir də, indiyənə kimi. Yəni kim buna maraqlıydı? Hə, kimsə yata bilmir. Mənə qəribə gəlir. Hə, kimsə yata bilmir, yenə də. Onda həmin adama da yəqin səsləndirmək lazımdır ki, bu kitab məhv olunmayıb. Yəni, məhkəmənin qərarından bu kitabdan bəzi sətirlər çıxarmalıydı. Amma artıq kitab çap olunmuşdur. Bunu sətirləri də yəni, çıxartmaq da mümkün deyildi. Qərara gəldilər ki, kitabı məhv edəyək. Gəldilər kitabı məhv edərək, gördülər ki, fəhlələr artıq həmin kitabın bir kitabın elə bir 20 manatı o vaxt mətbəədən hamısını satmışlar. Yəni, kim fikirləşirsə ki, bu kitab məhv olunur, bu kitab məhv olunmayıb. Bu saat belə deyək də, Rusya deyək, bibliografическая редкостdir bu kitabı. Çox adam da mənə həmişə müraciət edirlər ki, o kitabdan... Amma onu yığışdırmışlar dediniz, yəni necə? Yox, heç yığışdırmamışlar, satışa da getməyib. Amma tam tiraj çıxmışdı da, hə? Tam tiraj çıxmışdı, mətbəədə idi. Bəs sonra necə oldu müharibət? O... Elə qaldı mətbəədə, yəni... Yox, satıldı. Satıldı. Prosta məhkəmə qərar verdi, o vaxt müraciət etmişdir məhkəməyə. Məhkəmə qərar verdi ki, bu sətirlər, bu sözlər kitabdan ləğv olunsun. Yəni, o da deməkdir ki, kitabı indi... Çünki bir neçə sənətkar bir məhkəməyə vermişdi. Bir-biri açıb bunu çıxardası dördülər axı. Ondan sonra da ki, bu məsələ başlayandan bu fəhlələr, orada işləyən mətbəənin işçiləri, fəhlələri kitabın birini 20 manatdan satmışdı. Elə özünün də dünyasını dəyişməyinin bu söhbət yəqin də bağlandı da. Öyle o vaxtlara çünki biraz uzandı bu 1-2 il təxminən. Uzandı, nə bilim, belə artıq bir sənətə o qədər daha xəstə idi ki, heç məşğul da olmurdu bundan. Öz axarı ilə gedirdi. Amma təbii ki, qanı qaraldırdı da. Təbii, əlbəttə, təbii qanı qaraldırdı. Kimə xoş olar belə şey? Nəysə, bu kitabla bağlı açıqlamalar mən Allah qoysa sonra edəcəm. Mən elə gəlir bugün Güldüm mənim kifayət qədər çox xoş xatırlandı. Ən əsası da mən bu qənaətdəyim ki, onun ruhu şaddır. Çünki Şuşa azaddır. Düzdür, indi Şuşanın özü və bir-iki kənd hələ ki demək olar tam bizim nəzarətdədir. Baxmayaraq ki, orada yerdə qalan Qarabağ torpağında da Azərbaycan dövlətinin mövcudluğu şərait altındadır, mövcudluğu altındadır. Amma tam belə deyək, ayağımız dəymir deyil, mən biraz işğal da deməzdim, amma hələ azad da deyə bilmirəm ona. Bununla belə Şuşanın özü heç olmasa Yox, inşallah o da olacaq. İnşallah o da olacaq. İşlər gedir, təbii ki, görürsünüz ki, gündən-günə də. Mənə elə gəlir ki, artıq az qalıb. İnşallah. Az qalıb, yol çəkilib. Əsas məsələ odur ki, Şuşanın suyu var, işığı var, yolu var. Hər şey yavaş-yavaş öz əksini tapır. Mənə elə gəlir ki, bir bazı müddət keçəndən sonra o illərdə hamısı öz yerini tutacaq. Və nə yaxşı ki, uzun illərdən sonra onun həqiqətən gördüyü işin əhəmiyyəti öz yerinə alır, əhəmiyyətini anlayırlar, qəbul edirlər. Yəni bu kitablar, sonradan o çıxan nəşrlər də göstərir ki, o nahaq yerə çalışmayıb. Bəli, 97-ci ildə vəfat edəndən sonra bu günə kimi yəni dövlət tərəfindən, mənim tərəfindən, Milli Arxiv tərəfindən ümumilikdə 6 kitab çap olunub. Mən də hesab edirəm ki, balaca iş deyil. Yəni ki, mən bu işlə, yəni musiqidən, jurnalistikadan uzaq olan adamam. Yəni ki, amma sağ olsun Mədəniyyət Nazirliyi, Milli Arxiv, Muğam Mərkəzi, yəni bu adəti olan təşkilatlar bunun məşğul olub bu kitabları çap edir. Məncə kifayət qədər biz Güldüm müəllim bugün xatırladıq. Özünün sevdiyi kimi o bəy ifadəsini sevirdi. Güldüm bəy özü də ağayana və əsl bəy simalı, bəy xislətli bir insan idi. Allah Güldüm bəyin ruhunu şad eləsin. Çox sağ olun. Biz də çalışdıq ki, bugün xatırlayaq.
ki bir daha şad olsun. Necə deyəndə. Mənə elə gəlir şartdır. Hə. Şuşa alınması ilə elə şartdır. Bütün hamılıqları şartdır. Təşəkkür edirik ki, diqqət Sağ olun, göstərdiniz, minnətdarım. vaxt ayırdınız. Sizə də minnətdarım. Bizlə bütün bu xatirələrinizi bölüşdünüz, atanızla bağlı bizim bilib-bilmədiyimiz şeylər danışdınız. Bizdən və tamaşaçılarla bölüşdünüz. Siz də çox sağ olun, əziyyət çəkirsiniz. Sağ olun. Sağ olun, var olun. Əziz izləyicilər, beləliklə daha bir verilişimiz sona yetdi. Ümidvaram ki, söhbətimiz maraqlı alındı. Verilişimizi bəyənməyi, fikir və təkliflərinizi söyləməyi unutmayın. Təşəkkür ederim. Allah amanında.